Azərbaycan Prezidenti İlham Əliyev Kenyalı həmkarı William Samoei Rutoya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: Hörmətli cənab Prezident, Kenya Respublikasının Milli Bayramı Müstəqillik Günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik eləyir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Kenya münasibətlərinin hazırki inkişaf səviyyəsi məmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin inkişafına müxtəlif sahələrdə, xüsusilə də energetika, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığımızın genişlənməsinə böyük önəm veririk. Sentyabr ayında Nyu-Yorkda sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin möhkəmlənməsinə, həm iki tərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın dərinləşməsinə nail olacağıq. Bu bayram günündə sizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.